Salam hörmətli dinləyicilər. Bugün mən sizə Güvən nəşrlərinin 26 oktyabr 2025-ci ildə 1-ci və 2-ci qruplar 11-ci siniflər üçün keçirdiyi sınaq imtahanının suallarını izah edəcəm. Diqqətlə qulaq asın. Birinci sual. 194 ədədinin hansı ən kiçik ədədi çıxmaq lazımdır ki, alınan ədəd 3-ə, 4-ə və 5-ə qalıqsız bölünsün? Birinci növbədə biz burada 3-ə, 4-ə, 5-ə əkop tapırıq. Əkop 3, 4, 5. Bilik ki, 3, 4, 5 qarşılıqlı sayda olduğu üçün, hər üçü bir-birindən qarşılıqlı sayda olduğu üçün, bunların əkobu elə 3 vur, 4 vur, 5, 60 olacaq. Yəni, bunların hasılı olacaq. Sonra 194-ü 60-a bölsək, burada düşər 3 dəfə 180, qalır 14. Deməli, ən kiçik ədəd 14. 14-ü çıxsaq, 194-dən 14-ü çıxsaq, 3-ə, 4-ə və 5-ə qalıqsız bölünəcək. Cavab olur C bəndi. İkinci sual. Kök altında 11 plus 4 kökdə 7 üstə gəl. Kök altında 11 çıx 4 kökdə 7 ifadəsinin qiymətini hesablayın. Bunu iki cür yaza bilərik. Birincisi, bu ifadəni T-yə bərabər edib, kök altında yaza bilərik. Kök altında 11 üstə gəl 4 kökdə 7 üstə gəl kök altında 11 çıxılsın 4 kökdə 7 bərabərdir T desək, hər tərəfini kvadrata yüksəldib A plus B müxtəsər modüsünə görə kvadrata yüksəlsə, birincinin kvadratı 11 plus 4 kökdə 7, ikincinin kvadratı 11 minus 4 kökdə 7, üstə gəl 2 A plus B kvadratının açılışına görə 2 kök altında bunların hasılı 11 plus 4 kökdə 7, 11 minus 4 kökdə 7 bərabərdir T kvadratına. Burada 4 kökdə 7-lər islah olur, qalır 22, üstə gəl 2. Bunu da kökün altında vurduğumuz zaman 121 çıxılsın, 11, 16 vur, kökdə 7, bu dedir 16, 7 altının 42, 112. Bu isə bərabərdir T kvadratına. Buradan alırıq ki, 121-dən 112 çıxır 9, 2 vur 3, 6, 28. T kvadrat bərabərdir 28. T də bərabərdir 2 kök altında 7. Bu birinci yol, cavab olur C bəndi. İkinci yol isə, deməli, biz belə bir dənə qayda bilirik. N plus N üstə gəl 2 kök altında M vur N. Bu şəkildə olan zaman bundan bilir ki, kök çıxır kökdə M plus minus kökdə N. İndi bu qaydaya görə yazası olsaq, 11 üstə gəl, amma burada 2 olmalıdır. Burada isə 4'dür. Bu 4'ün ikisini kökün altına salsaq, 2 kök altında 28, kökün altına 2 çıxanda kvadrat olur. 4, 4 vur 7, 28. 11 çıxılsın, buradadır yenə 2 kök altında 28 bərabər. Bu qaydaya görə cəmi 11 olan, hasılı isə 28 olan 7 ilə 4. Yəni bunu yazır 7 üstə gəl 4, 7 vur 4. Onda buradan çıxır kökdə 7 üstə gəl kökdə 4 bu qaydaya görə. Üstə gəl burada isə kökdə 7 çıx kökdə 4. Kökdə 4'lər, yəni 2 eləyir, olar gedir, qalır 2 kök altında 7. Doğru cavab C bəndi. Üçüncü sual. Üçüncü sual isə A ilə B-nin kəsməsi ABC, A ilə C-nin kəsməsi isə ACD olarsa bu bərabərdir. Bunu açdığımız zaman A ilə B-nin kəsməsi birləşir, A ilə C-nin kəsməsi. A ilə B-nin kəsməsi deməli, A, B, C, A ilə C-nin kəsməsi isə verib A, C, D. Bunların isə birləşməsi öz növbəsində verir A,
B, C, D. Deməli cavab oldu A, B, C, D. Yəni Y bəndi. Dördüncü sualda isə deməli burada B çoxluğu A-nın alt çoxluğu olduğu üçün B A-nın alt çoxluğu olduğu üçün B-dən A-nı çıxdığımız zaman deməli B-də olan bütün elementlər A çoxluğunda olduğu üçün bunların fərqi bizə verir boş çoxluq. Yəni cavab olur boş çoxluq. Boş çoxluqda heç bir elementi olmayan çoxluqdur. Yəni 0. Çünki A-da ilə olan bütün elementlər B-də də var. O zaman B-dən A-nı çıxın zaman 0 qalır. Yəni heç bir elementi olmayan çoxluq qalır. O da eləyir elementlərin sayı boş çoxluq qalır. O da eləyir elementlərin sayı da orada boş çoxluqda 0-dır. Cavab olur Y bəndi. 5-ci sualda isə birinci mötərizənin içərisini sadələşdirsək, deməli düzgün olmayan kəsir 3/2-də 1-i düzgün olmayan kəsir çevirsək qarşıdadır. Olacaq 2-də 7 bölünsün aşağıda isə olacaq 2-də 3. Bunu da bölmə olduğu üçün vurma şəklində yazsaq 4-də 3 sürət məxrəcin yerini dəyişirik. Mötərizənin qabağındakini isə yazırıq 5-də 16 düzgün olmayan kəsirə çevirib. Sonra burada 2-də 7-ni 2-də 3-ə böldüyümüz zaman 5-də 16 2-də 7 bölünsün 2-də 3 vurulsun 4-də 3. Bu da bərabərdir 5-də 16 2-də 7-ni 2-də 3-ə bölən zaman 2-də 7 vurulsun 3-də 2. Bu da vurulsun 4-də 3. Burada 2'lər ixtisar gedir, 3'lər ixtisar gedir. Qalır mötərizənin içərisində 5-də 16 vurulsun 4-də 7. Bu da 16 ilə 4 ixtisar gedən zaman yuxarıda qalır 4. Qalır 5-də 28. Cavab olur B bəndi. İndi isə 6-cı sualın izahını verək. Deməli, ABC natural ədədləri üçün 2/3A bərabərdir 3/4B, o da bərabərdir 4/5C. Bu birinci ikincisini götürüb çarpaz vursaq, 8B bərabərdir 9A. Sonra ikinci ilə üçüncünü götürüb çarpaz vursaq, 15C bərabərdir 16B. Bunları da deməli 8B olduğu üçün 8-i 2-yə vursaq, deməli olur 16B bərabərdir 18A. O da bərabərdir 15C-yə. Buradan isə deməli 16, 18, 15-ə əköb tapsaq, oradan A, B, C-nin qiymətini tapa bilərik. Və yaxud da buradan alırıq ki, bu birincidən 8B bərabər 9B olduğu üçün A bölü B bərabərdir 8/9 çarpaz vurduğumuz zaman yenə də 8B bərabər 9 alırıq. 15/16 anıdır. Bunu isə yaza bilərik. Deməli C bölü B bərabərdir 16/15. Yəni eyni bərabərliyi bu şəkildə yazdıq. İndi A8, B9, burada B15-dir, burada 9-dur. Bunları bərabərləşdirmək üçün bunun sürət məxrəcini 5-ə vursaq, çünki 9 ilə 15-ə əköb 45-dir. Burada da 3-ə vursaq, alarıq A bölü B bərabərdir 40/45, C bölü B bərabərdir 48/45. Artıq eyniləşdi. Onda buradan alırıq ki, A 40, B 45, C isə 48-dir. Buradan da alırıq ki, A kiçikdir, B kiçikdir, C. Yəni cavab oldu A bəndi. İndi isə 7-ci sualın izahını verək. 2 kök altında 18, üstəgəl 6 kökdə 2, bölünsün 5 kökdə 8 çıx, kök altında 98. Buradan kökdə 18-i yaza bilərik 9/2 kimi. 9/2. Üstəgəl 6 kökdə 2. Kökdə 8 də yaza bilərik 4/2. Kökdə 98 də yaza bilərik 49/2.
9'dan kök çıxdığı üçün 3 o da elədi 6 kökdə 2. Üstə gəl 6 kökdə 2. 4'ten de 2 çıxdığı üçün 10 kökdə 2. 49'dan 7 çıxdığı üçün 7 kökdə 2. Bu da bərabərdir 12 kökdə 2 bölünsün 3 kökdə 2. Bunu da böldüyümüz zaman kökdə 2'lər gedir. 12'ni 3'e böldüyümüz zaman isə cavab olur 4. Deməli cavab oldu 4 C bəndi. 8-ci sual ədəd 5 dəfə azalarsa neçə faiz azalar? Bunu iki cür yaza bilərik. Birinci ədəd qoymaqla. Əgər ədədimiz 100 olsa, 5 dəfə azalsa, qalır 20. 100 idi, qaldı 20. Deməli 80 azalıbsa 80% azalar. Birinci yol bu, cavab C bəndi. İkinci dəfə isə ədədimizi x götürsək, ikinci olar x böl 5. Buradan x-dan x böl 5'i çıxsaq, qalar 5'də 4x. X idi, 5'də 4x qaldı. Bu isə 80%. Deməli, faizə çevirəndə bu isə olur 80%. Deməli, 80% azaldı. İndi isə 9-cu sualda deyir ki, uzunluğu 60 cm olan AB parçası üzərində S nöqtəsi qeyd olunmuşdur. Deməli, AC bölünsün SB 2 böl 3 olduğu üçün AC 2K, SB 3K desək, deməli, toplam olur 5K. 5K verir bizə 60'ı. K oldu 12. SB parçası isə 3K olduğu üçün 3 vur K, yəni 3 vur 12, 36. Yəni cavab C bəndi. 10-cu sualda 72A 3 rəqəmli ədədi 4'ə qalıqsız bölünərsə, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, 4'ə bölünməsi üçün son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4'ə qalıqsız bölünməlidir. O zaman burada A 0 ola bilər, A 4 ola bilər, bir də 8 ola bilər. 20 olduqda 4'ə bölünür, son rəqəm A 0 olduqda 24 və 8. Bunların cəmi isə cavab olur 12 D bəndi. 11-ci sualda isə 1 plus 0'dan 4'ə 9. Yəni, bunu yazırıq kökün altında 1 üstə gəl 0,4'ə 9, 9'da 7 eləyir. Üstə gəl 1 çıxısın 9'da 5, 9 çıxır orta məxrəc, 9 çıx 5 çıxısın 1,44'də %144 yaza bilərik. Bu da birinci kökün altı olur 9'da 16, ikincidə olur 9'da 4, üçüncüdə isə kök çıxır 10'da 12, yəni 1,2. Bu da elədir 3'də 4, üstə gəl 3'də 2 çıx. Bunu da 2 çarparsaq ki 5'də 6. Burada elədir 3'də 6, 4 ilə 2'ni topladıq, 6, 2, 2 çıxılsın 5'də 6, bu da elədir 5'də 4. Bu da 0,8. Cavab C bəndi 0,8. 12-ci sualda isə bir işçi 18 işçi 24 günə görürsə, eyni işi 48 işçi neçə günə görər? Bu tərs mütənasib asıllıqdır. Ona görə 48 vur x bərabərdir 18 vur 24. X bərabərdir 18 vur 24 böl 48. Bu da bərabərdir 9. 24 ilə 48 2, 18 böl 2 9. Yəni cavab Y bəndi 9 günə bitirər. 13-cü sualda isə şəklə əsasən deyir SDY bucağını tapın. Deməli biz buradan paralel SK düz xəttini çəksək, BA-ya paralel, onda BSK olur, 70 olduğu üçün, bu ikisinin cəmi 180 olduğu üçün burada 30 verir, 110 olur. Onda buradakı bucaq, yəni DSK bucağı olur 80 dərəcə. Biz də bilirik ki, belə bir şəkil olan zaman, deməli, bu ikisinin cəmi, bura x, bura y olsa, burada z olsa, bu ikisinin cəmi bizə z verir. Yəni, z bərabərdir x plus y. O zaman buradan tapırıq ki, deməli, DSK 80-dir. 80 üstə gəl SDY bərabərdir 155.
Buradan isə tapırıq ki, SDY bərabərdir 155 çıx 80, 155-dən də 80 çıxanda qalır 75 dərəcə. Cavab C bəndi 75. Daxili bucaqları 2 böl 3 böl 5 nisbətində olan üçbucağın ən kiçik daxili bucaqlarını tapın. Biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Buradan topladığımız zaman 2K, 3K, 5K, 10K bərabərdir 180, K bərabərdir 18. Ən kiçik daxili bucaq isə 2K olduğu üçün 2 vur 18 bərabərdir 36 dərəcə. Cavab B bəndi 36. 15-ci sualda isə deməli A kvadrat plus 1 bölü A kvadrat 23 olarsa A plus 1 bölü A ifadəsinin müsbət qiyməti aşağıdakılardan hansı ola bilər? Müxtəsər majüstüranda bilirik ki A kvadrat plus B kvadrat bərabərdir A plus B-nin kvadratı çıxılsın 2AB. İndi bu düsturdan istifadə edib A kvadrat plus 1 bölü A kvadratını yaza bilərik. A plus 1 bölü A'nın kvadratı çıxılsın 2A vurulsun 1 bölü A bərabərdir 23. Burada A vurulsun 1 bölü A alır x-a gedəndə mənfi 2-ni də sağa keçirəndə deməli olur 23 plus 2 25. Onda A plus 1 bölü A müsbət dediyi üçün burada müsbət mənfi 5 ola bilər. Amma müsbət dediyi üçün cavab olur müsbət 5. Yəni cavab B bəndi. Burada isə şəkildə AB bərabərdir AD, BD bərabərdir DC. Bərabər yanlı üçbucağı olduğu üçün bucaq DBC də 35 olarsa, deməli BD'yi bərabər yanlıdır. Bu bucaq 35 verdiyinə görə burada 35 dərəcə olur. İndi bu BDA bucağı BDC üçbucağının xarici bucağı olur. Xarici bucaqda ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni 35 onda bura nə olur? 70 dərəcə. Bu 70 dərəcə olduğu üçün, bu da bərabər yanlı olduğu üçün onda burada 70 olur. Çünki A, BD də bərabər yanlı üçbucaqdır. Onda oturacaq iki bucaqlar olur 70-70. İndi BAD də olduğu üçün 70 də gəl 70, 140, 180 də 140 çıxan zaman cavab olur 40. Yəni cavab A bəndi. 17-ci sualda isə M plus N bölünsün M minus N bərabərdir A bölü B. A çıx B bölünsün A plus B cəmini tapın. Onda biz burada A-nın yerinə M plus N qoysaq, B-nin də yerinə M minus N yazsaq, yəni burada A M plus N, B də M minus N'dir. Aşağıda da eyni qayda M plus N üstə gəl M minus N. Buradan olur M üstə gəl N, çıx M üstə gəl N. Aşağıda isə bu N'lər islah olur, qalır 2M. Yuxarıda da M'lər islah olur, qalır 2N. 2M böl 2M. Burada da 2'lər ixtisar gedir, qalır M böl M. Yəni cavab B bəndi. Qarşılıqlı sadə olan 2 ədədin hasili 30 olarsa, onların əkobu ilə əbobunun cəmini tapın. Qarşılıqlı 2 ədədin əkobu, deyək ki, A və B ədədləri verib, bunların ilə hasil olur. Əbobu isə 1-ə bərabər olur. İndi, qarşılıqlı sadə olan 2 ədədin hasili 30-dursa, əkobu ilə əbobun cəmini tapın. Onda ilə əkob burada olacaq 30, əbob da 1-dir. 30 üstə gəl 1, cavab oldu 31. Yəni cavab D bəndi. 19-cu sual. Deməli 19-cu sualda AY bərabərdir YB, BF bərabərdir FC. Bunlar Y və F nöqtələri orta nöqtələrdir. Onda Y ilə F-i birləşdirdiyimiz zaman burada YF olur orta xətt. BNF 58 dərəcə olduğu üçün onda BYF daxili bucaq söykəndiyi qövsün yarısı olur. Yəni 29 dərəcə. YF ilə AC paralel olduğu üçün BYF ilə BAC uyğun bucaqlar olur. Uyğun bucaqlarda bilirik ki, bərabərdir. Onda olur 29 dərəcə. Yəni BAC də olur 29 dərəcə. Cavab D bəndi 29. Sonra 20-ci sualda isə deməli birinci və ikincidən deməli A-nı mötərizə xaricinə çıxarsaq, deməli A vurulsun A plus B,
Üçüncü və dördüncüdə həddən isə 3-ü mötərizə xaricdən çıxarsaq A plus B bölünsün A plus B. Buradan da yazırıq ki A plus B vurulsun A minus 3. Buradan da A plus B. A plus B'lər də ixtisar gedir. Qalır A çıxılsın 3. Yəni cavab D bəndi A çıxılsın 3. Digər sual isə 21-ci sual. Deməli 21-ci sualda kəsrin sürətini götürüb T deyib, birinci bunu hesablasaq 5 plus kökdə 7 üstə gəl 5 çıx kökdə 7 bərabərdir T deyib, kvadratı yüksəlsək, birincinin kvadratı, sonra bunun hər tərəfini kvadrata yüksəldirik. Birincinin kvadratı 5 plus kökdə 7 plus birinci ilə ikincinin hansını 2 misli 5 plus kökdə 7 5 çıx kökdə 7 üstə gəlinsin 5 çıx kökdə 7 bərabərdir T kvadrat. Burada kökdə 7'lər gedir, qalır 5 plus 5 10 üstə gəl 2 kökün altında 25 çıx 7 18 bərabərdir T kvadrat. Buradan da alırıq ki T bərabərdir kökün altında 10 plus 2 kök altında 18. Gətirib yuxarıda yerinə qoysaq, deməli kökün altında hər ikisinin kökün dərəcəsi eyni olduğu üçün və buradan da 2'ni çıxarsaq 5 plus kök altında 18. Aşağını da yaza bilərik. 5 plus 3 kökdə 2 də elə kökdə 18 olduğu üçün 5 plus kökdə 18 x etdiyi üçün qalır kökdə 2. Yəni burada da cavab A bəndi kökdə 2 almış oluruq. 22-ci sualda isə tərəflərinin uzunluğu ABC olan üçbucaqda A kvadrat çıx B kvadrat 9 olarsa və üçbucağın perimetri 16 cm olarsa C neçə santimetrdir? Demək, perimetr bərabərdir A üstə gəl B plus C bərabərdir 16. Bir tərəfdən A kvadrat çıx B kvadrat 9 olduğu üçün müxtəsər mad düsturuna görə A çıx B vurulsun A plus B bərabər 9-a. A çıx B bərabərdir 1, A plus B də bərabərdir 9. Alt-alta toplasaq 2A bərabərdir 10, A oldu 5, B də oldu 4. İndi onda 5 üstə gəl perimetr 16 olsun, 5 üstə gəl 4 üstə gəl C bərabərdir 16, C də bərabərdir 16 çıx 9, bu da elədi 7. Deməli cavab D bəndi 7 olmuş oldu. 23-cü sualda isə deməli o mərkəzli yarımçevrədə YK perpendikulярdır AB-yə, sonra YK perpendikulярdır CD-yə. YF 3 olarsa, FK da 6 olarsa, FD 5 cm olarsa, CF parçasının uzunluğunu tapın. Biz bunu çevreye tamamlayası olsaq, o zaman biz bilirik ki, diametr vətərə perpendikulyarsa, vətəri 2 bərabər hissəyə bölür. Deməli, bura 6, bura 9 olduğuna görə YK olur. FK 6, YF 3 olduğuna görə onda YK olur 9 cm. YK 9 ise bura bir dənə M yazsaq, onda KM də olur 9 cm. Onda 2 vətərin kəsməsi haqqında qaydaya görə 2 vətərin kəsməsi haqqında, yəni 2 vətər arasında münasibətə görə yaza bilərik ki, CF vurulsun FD bərabərdir YF vurulsun FM. Burada 9'dur. Onda CF bizdən CF'i soruşur. 5 vurulsun CF. YF 3, FM də 15. Buradan da CF bərabərdir 9 cm. Deməli, CF parçasının uzunluğu olur 9 cm. Cavab 9. 24-cü sualda kökdə 15 çıx 1 ədədinin tam hissəsini tapın. Kökdə 15-dən bilirik ki, 3 tam neçəsə çıxır. Əgər kökdə 16 olsaydı tam ədəd olardı. Demək, bu 4-dən kiçik. Təqribən 3 tam onda 9. Təqribən kökdə 15-dən 3 tam onda 9 çıx 1. Bu deyildi 2 tam onda 9. Onda bunun tam hissəsi təqribən 2 tam onda 9 olduğu üçün tam hissəsi olur elə 2. Cavab oldu 2.
25-ci sual. Bağban yığılmış məhsulun 15%-ni satır. Qalan məhsul 42,5 kiloqram olarsa, yığılmış məhsul neçə kiloqram idi? Deməli, qalan məhsul 42,5 kiloqram, yəni 42,5 kiloqram 85%-dir. 85% 42,2%-dirsə, 42,5 kiloqramdırsa, daha doğrusu 85% 42,5 kiloqramdırsa, 100% x kiloqram. Onda buradan tapırıq ki, 85x bərabərdir 42,5 vur 100. X də bərabərdir 42,5-i 100-ə vuranda 4250 bölünsün 85. Bunu da 4250-ni də 85-ə bölsək, 5 dəfə 5 5-in 25, 5 8-in 40, 42, o da 50. Deməli, cavab oldu 50. Yəni, yığılmış məhsul 50 kiloqram olub. Onun 15%-ni satıb, qalıb 42,5 kiloqram. Cavab oldu 50. 26-cı sualda kök altında 860 vur 865 çıxılsın 856 vurulsun 869. Deməli, bu ifadə bərabərdir. 860-ı yaza bilərik ki, 865 çıx 5 vurulsun 865 çıxılsın 856-nı yaza bilərik. 865 çıx 9. Bu birisini isə yaza bilərik. 865 plus 4 bərabərdir. Kökün altında oldu 865-in kvadratı. Çıxılsın 5 vur 865. Çıxılsın 865-in kvadratı. Mənfi 9 vur 865. Üstəgəl 4 vur 6. Mənfi 9 vur 865. Üstəgəl 4 vur 865. Çıx 36. Bu mötərizəni açdığımız zaman isə 865-in kvadratı çıxılsın 5 vur 865. Çıx 865-in kvadratı. Mənfi 9 dənə 865, üstəgəl 4 dənə 865, bu da edir mənfi 5 865. Qabağında da mənfi olduğu üçün üstəgəl 5 vur 865. Mənfi 36, o da müsbət 36. Buradan isə gördüyümüz kimi bunlar islah olur. Qalır kök altında 36, oradan da cavab çıxır 6. Deməli, 26-nın cavabı olur 6. Cavab 6. 27-ci sualda isə A kiçikdir B, kiçikdir 0, o da kiçikdir C-dən. Olarsa uyğunluğu müəyyən edin. Deməli, birinci ifadənin modulu açsaq, A B-dən kiçik olduğu üçün, deməli, A çıx B kiçikdir 0. Yəni, və yaxud da qiymət qoyub da yoxlaya bilərsiniz. Mənfi 4 kiçikdir, mənfi 3, kiçikdir 0, o da kiçikdir 1 yaza bilərsiniz. Mənfi 4-dən də mənfi çıxanda mənfi. Ona görə burada moduldan mənfi çıxır, olur mənfi A çıx B. C müsbət olduğu üçün olduğu kimi çıxır. B mənfi olduğu üçün yenə mənfi ilə çıxır. Bunu da sadələşdirəndə mənfi A üstəgəl B çıx C üstəgəl çıxılsın B. Buradan isə alırıq. Deməli, B-lər islah olur. Qalır mənfi A çıx mənfi C. Mənfi A çıx mənfi C. Deməli, 1-də oldu C. İkinci, A çıxılsın C. A mənfidir, C müsbətdir. Deməli, buradan A çıxılsın C yenə mənfi olur. Çünki mənfidən müsbət ədəd çıxanda yenə mənfi olur. Ona görə mənfi A çıx C yazırıq. C çıx B. Müsbətdən mənfi ədəd çıxanda müsbət olduğu üçün elə olduğu kimi çıxır. Qabağındakı mənfi olduğuna görə çıxılsın C çıx B yazırıq. Mənfi A üstəgəl C mötərizələri arasında çıx C üstəgəl B. Burada isə C-lər islah olur. Qalır B çıxılsın A. Yəni ikincidə olur Y bəndi. Üçüncüdə isə C çıx B yenə müsbət olduğu üçün moduldan olduğu kimi çıxır. B çıxsı isə mənfidən müsbət ədəd çıxanda mənfi olduğu üçün qabağına mənfi qoyub çıxardırıq. Bu da edir C çıxılsın B çıx B üstəgəl C.
Bu isə öz növbəsində deyir 2C çıxılsın 2B. Yəni cavab B bəndi. 3-də də olur B bəndi. Deməli 1C, 2Y, 3B. Deməli 20 kiloqramlıq duzlu su məhluluna 5 kiloqram duz qarışdırdılar. Onda məhlulumuz oldu 25 kiloqram. Alınan məhlulun duzluluq faizi 30% olarsa, deməli əvvəl x kiloqram duz var idisə, indi oldu x plus 5 kiloqram. X plus 5 kiloqramda 25'in olub 30%, yəni 10'da 3'ü. Buradan da 5 ilə keçər geçir. Deməli x plus 5 bölünsün 5. 25 ilə 15 keçər geçir. Burada isə qalar 2'də 3. 2x plus 10 bərabərdir 15. 2x bərabərdir 5. X bərabərdir 2/5. Deməli 2/5 kiloqram əvvəl duz olub. Deyir, əvvəlcə duzluq faizi nə qədər idi? Onda 2/5'i bölürük 20'yə, vururuq 100'ə. Bu da edir, deməli 2/5 vurulsun 5. 12,5%. Deməli, əvvəlcə məhlulun duzluq faizi 12,5% olub. Deməli, 29-cu sualda AB bərabər 2BC, o da bərabər 3 vurulsun CD. Deməli, AB məsafəsi olur x çıx mənfi 5 bərabərdir. BC olur 1 çıx x, sağdakı nöqtədən, sağdakı ədəddən soldakını çıxırıq. 2 vurulsun 1 çıxılsın x. X üstə gəl 5 bərabərdir 2 çıxılsın 2x. Buradan da 3x bərabərdir mənfi 3'ə. X də bərabərdir mənfi 1'ə. Deməli, x oldu mənfi 1. Sonra deyir ki, AB bərabər 2, BC bərabər 3C idi. Onda BC olur neçə santimetr? 2 santimetr. 2 vurulsun 1 çıx x yazmışdıq da. 2 vurulsun 2 bərabərdir 3 vurulsun y minus 1. 4 bərabərdir 3y çıxılsın 3. Buradan da 3y bərabərdir 7. Y də bərabərdir 3'də 7. İndi bizdən x plus y cəmini soruşduğu üçün, deməli, mənfi 1 plus 3'də 7. Bu da orta mərəz 3 çıxanda mənfi 3 plus 7. Bu da olur 3'də 4. Bu da 1/3'də 1. Yəni cavab olur 1/3'də 1. İspat edin ki, k bölü 3 vur 7, üstə gəl k bölü 7 vur 11, üstə gəl k bölü 11 vur 15, üstə gəl k bölü 15 vur 19 ifadəsi qiyməti 4k bölünsün 3 vur 19'a bərabər. Deməli, birinci bu ifadədən k-nı mötərizə xaricinə çıxarsaq, 1 bölü 3 vur 7, üstə gəl 1 bölü 7 vur 11, üstə gəl 1 bölü 11 vur 15, üstə gəl 1 bölü 15 vur 19 yazarıq. Sonra bərabərdir. K vurulsun. Burada məxrəc 3 çıx. Burada məxrəclərdə biri 3, biri 7. Burada əgər 1 yazası olsaq, burada da 1 yazası olsaq, deməli 3 vur 7, 7 çıx 3, 4 qalır. Onda qabaqda biz nə yazmalıyıq? 4'də 1 yazmalıyıq ki, bu kəsiləri bir-birinə vurub toplayanda nə olsun? 1 bölünsün 3 vur 7. Və eyni şəkildə burada da 4'də 1. Çünki hamısının arasında fərq olsun. Hamısının qabağında 4'də 1 olsun. 1 bölü 7 çıxılsın 11'də 1. Sonra yenə 4'də 1. 11'də 1 çıx 15'də 1. Üstə gəl. Yenə 4'də 1. 15'də 1 çıx 19'da 1. Hamısının qabağında 4'də 1 olduğu üçün onda 4'də 1'i də ümumi mötərizənin xaricinə çıxarsaq, k bölünsün 4 alarıq. Və nəticədə burada alırıq 3'də 1 çıx 7'də 1, 7'də 1 çıx 11'də 1, 11'də 1 çıx 15'də 1, üstə gəl 15'də 1 çıx 19'da 1.
Burada 7-də 1-lər, 11-də 1-lər, 15-də 1-lər izah olar. Qalır k böl 4. İçəridə isə qalır 3-də 1 çıxılsın 19-da 1. Burada isə ortaq məxrəc k böl 4 olduğu üçün 3 vur 19, 19 çıx 3. Buradan da alırıq ki, yekunda k vur 16, 4 vur 3 vur 19. 16 ilə də 4 içərgəsə qalır 4k bölünsün 3 vur 19, yəni isbat olunmuş oldu. İkinci qrupda situasiya sualında 28-ci sual izah edirik. Deməli, imtahanın təşkili üçün bir sinif otağında eyni sinifin şagirdləri və bütün otaqda bərabər sayda şagirdlər olmaqla ən az neçə sinif otağı lazımdır? Deməli, burada 5-ci sinif 506 nəfər, 6-cı sinif 220 nəfər var. Deməli, biz onda 506-nı və 220-ni vuruqlara ayırsaq 2. Burada qalır 253, 110. Sonra hər ikisi 11-ə bölünsə 23 burada qalır, 10 da burada qalır. Deyir ki, hər sinifdə bərabər sayda şagirdlər olmaqla eyni sinifin şagirdləri. Deməli, 506 nəfər 5-ci sinifdir. 5-ci sinif üçün 23 dənə otaq lazımdır. Hər otaqda 22 nəfər oturacaq. 6-cı sinif üçün 10 dənə otaq olacaq. Hər otaqda yenə 22 nəfər olacaq. Deməli, cəmi 23 plus 10, 33 otaq lazımdır. Hər otaqda da 22 nəfər olmaq şərti ilə. Cəmi 33 sinif otağı lazımdır. Deməli, burada ilk öncə 75 şagirdin 64%-ni tapırıq. Görün, neçə nəfər dərnəyə yazılıb. 75 vur 64 bölü 100. 4-də 3 vur 64. Bu da bərabərdir 48 nəfər şahmat və ya dama dərnəyinə yazılıb. İndi diaqramla göstərəsi olsaq, deməli, bu şahmat, dama. Hər iki dərnəyə yazılan şagirdlərin sayını x götürək, yəni kəsmə. Yalnız dama dərnəyinə yazılan şagirdlərdən 8 nəfər çoxlarsa, yuxarıda isə 26 nəfər şahmat dərnəyinə yazılır. Deməli, 26 nəfər isə şahmat dərnəyinə yazır. Hər iki dərnəyə yazılan şagirdlərin sayısı yalnız damaya yazılan şagirdlərin sayına. Deməli, onda burada olacaq 26 çıxılsın x. Burada isə olacaq, deməli, toplam 48 olduğu üçün 22 nəfər. Yalnız damaya yazılan şagirdlərin sayı olur 22 nəfər. Deməli, hər iki dərnəyə yazılan x götürdük. Şahmat dərnəyinə yazılan 26 nəfər olduğu üçün yalnız şahmat olur 26 çıx x. Onda yalnız damaya yazılan şagirdlərin sayı olur 22. Toplam olur 48. İndi deyir ki, hər iki dərnəyə yazılan şagirdlərin sayı, yalnız dama dərnəyinə yazılan şagirdlərin sayından 8 nəfər az olarsa, yəni x plus 8 bərabərdir 22. Buradan da x bərabərdir, 22-dən də 8 çıxanda 14 nəfər. Deməli, 14 nəfər hər iki dərnəyə yazılıb. Deməli, cavab oldu 14. Deməli, 30-cu sualda imtihanda 600-dən yuxarı bal toplayan şagirdlərin 18 nəfəri 6-cı sinifə, 24 nəfəri 5-ci sinifə qəbul olub. Deməli, 18 nəfər 6-cı sinif, 24 nəfər 5-ci sinif. İndi deyir ki, 6-cı sinifə qəbul olan şagirdlərin 40%-i 600-dən yuxarı bal yığıbsa, yəni 18 nəfər bütün qəbul olanların 40%-dir. Onda 18 böl 40 vur 100. Deməli, 6-cı sinifə qəbul olub 45 nəfər. 6-cı sinifə 45 nəfər qəbul olubsa, 75 nəfərdə
yuxarıda verilib 29-cu sualda say verilib. 75 nəfərdə 5-ci sinifə qəbul olub. Toplam deməli onda 120 nəfər qəbul olub. 120 nəfərin 18 nəfəri 6-cı sinifdən 600-dən yuxarı bal yığıb. 24 nəfər də 5-ci sinifdən 600-dən yuxarı bal yığıb. Onda 18 plus 24. Bu da 42 bölünsün 120 vur 100%. Bu da elədi 420 bölü 12. Bu da 35%. Deməli, qəbul olan bütün şəxslərin 35%-i 600-dən yuxarı bal yığıb. Cavab 35% oldu. Beləcə bütün sualların izahını bitirmiş olduq. Diqqətiniz üçün təşəkkür edirik. Sağ olun.